Həzrəti Əli əleyhissalam bunların hər addımı hikmətdir. Əqili çağırır və deyir ki, mənə bu xüsusiyyətdə bir xanımdır. Niyə görə Ümmülbənini seçdi Həzrəti Əli əleyhissalam? Yəni o qədər xanımlar var idi. Cavab konkret olaraq Həzrəti Əbbas. Həzrəti Əli əleyhissalam Əbbas istəyir. Əgər tərbiyəli, ədəbli, vəfalı, qeyrətli övlad, şücaətli övlad, atası olmaq istəyirsənsə, düzgün seçim eləyəsən. Ailə seçimi çox mühümdür. İndi evlənmənin sayı boşanmanın sayından azdır. Boşananlar evlənənlərdən çox. Çünki seçim düzgün deyil. İlk addımda səhvə Bəli, yol. ailə seçimi çox əhəmiyyətli bir məsələdir və mən istərdim bax bu məsələdən Həzrəti Əli əleyhissalamın bu addımından istifadə eləyək. Dərs olsun bizə və bizim cavanlarımıza və valideynlərimizə. Ailə seçimində çox ciddi olmalıdırlar. Ana faktoru çox mühüm bir faktordur. Övlad ananın qanından, canından, ruhundan qopan bir varlıq olur. Ananın addımı, ananın danışığı, ananın baxışı, ananın eşitdikləri, ananın bütün rəftarı hamısı övladın vücudunda təsiri var, özdə ciddi təsiri var. Həzrəti Əli əleyhissalama dedilər ki, övladım olub, tərbiyə eləmək istəyirəm. 3 gündür övladı olmuşdu ki, mənə bir proqram ver, mən o proqram əsasında övladımı tərbiyə eləyim. Həzrəti Əli əleyhissalam dedi, gecikmisən. Sən övladının tərbiyəsini elçiliyə gedəndə düşünməliydin. Övladımın anası kim olmalı? Hətta ana bətnində dedim. Ana bətnində insanın vücudu formalaşır.